Mama nə edirsən? Heç nə, sən iş görməksən, mən görürəm də sən yerinə. Mən niyə görməyəm? Harada yazılıb ki, Samir iş görməlidir? Sən haçan görürsən ki? Dedim sənə soğanı soygunam, qadıncanları soygunam. Əlimdən iyi gəlir sonra. Hə, nə olsun, sabun yoxdur evinizdə. Gəl, onda lap pisi gəlir. Sabunla qaçışıq biri. Hiç danışma günəm. Avara. Heç nə eləmir evdə, heç nə. Ne deyirsən? Hə, da yuyuram da, ben heç nə eləmirdim. Bunları soy ver mənə də. Bəs sən nə üçünsən? Ana nə üçündür bu evdə? Ana. Mən sənə öyrədirəm, bala. Sabah gedib evlərə düşəndə məni söydürməyəsən. Az 41 yaşım olur bu sabah. Nə evlərə düşmək, nə yemək pişirmək. Bu yaşdan sonra yemək pişirərlər. Yox düşürlər. Bütün yaşlarda öyrənmək ayıb deyil. Çağıracağım, gəl pişirərsən. Hə, gözdə. Nə olar ki? Həri, Nə olar? Hə? Az yaxşı ha, səri bir dənə səhər böyütdüm, gedizdirdim, 41 yaşa çatdırdım, hələ belə gelib evində yemək də pişirəcəm hələ sonra. Ay qız, qəşəng yaxşıdır da, bazarlıq rasxod eləməyəcəksən, bir şey eləməyəcəm. Kişiyə deyəcəm, bazarlıq edəcək, gələcəksən, biz də pişirəcəksən. Lazım deyil, rasxodun sənin, başına deyilsin. Mənə lazım deyil. Öğren girən sabah gəlib mənə söydürəcəksən. Yemək pişirmək, harada yazılıb? Harcı qanunda yazılıb ki, qız ərə gedəndən sonra bütün gün oturub yemək pişirməlidir. Və bu restoranlar nə üçündür? 18, 19, 20 yaşın olsaydı deyərdim uşaqdır. Mən 41 yaşında ne diyeceğim sənə uşaqdır? Hə? Deyəcəm ki, anam həyatı boyu deyib ki, ərə getdin, yemək zat pişirmədin, nə pişirə bilmirəm. Həri, gələtvilə ya. Sən mən həmişə öyrətmişəm bir ağlın telefonda olubdur. Gözü yalandan güya baxır. Çəkgöz olursan. Deyəcəm, anam deyir ki, otur, mən ölmüşəm bəyəm, mənim qızım evdə yemək pişirsin. Ağız, mən pişirirəm, sən öyrən də. Mən ana yeməklərini istəyirəm. Ana nə üçündür? Gözünə girmək üçündür. Gözünə girmək üçündür. Uydu, bu boyda arvad adamın gözünün içine girer. Mən sən kimi hələ qız görməmişəm də. Sən heç mənim qədrimi bilməyəcəksən. Heç vaxt məni kimi qızın qədrini bilməyəcəksən. Sonra peşman olacaqsan deyə. Elə bir ərə gedəcəyəm ki, uzaqlarda olacağım, neçə kilometr uzaqlarda. Elə bütün gün deyəcəksən, telefon əlində deyəcəksən, ay Allah, Samirə də yığan, Samirə də yığan. Yolun açıq olsun, haçandır bu iş? Əlvida için. Əlvida için. Haçandır inşallah. İndi deyən də gözlüyürük qırıldı. Vay, sən nə sənmiş qız, sən nə sənmiş? Gül, sən 18 yaşında getdin, nə oldu? Benim sən boyda qızım oldu. Boş şeydir sən Allah, 18 yaşında qız gedər. Ən gözəl çağlarını itirmirsən, sən? Onu düz deyirsən. Almazaqlı hər şey bilirdim. Nəyə lazımdır ki? Heç nə. Nəyə lazımdır? Boş şeydir. Zurna lazımdır, mən sizə dəy başıma pardon. Olsun qışqırsan. Yenə bir dərman içməmsən deyəsən. Qörət eləməyinə baxa, qörət eləməyinə baxa. Sənin öz dərmanını içdin. Mən dərmanım var ki, axtarıram da dərmanımı tapa bilmirəm. Billərlə də axtarıram. Cəhənnəm o başından. Soğan iynə baxay. Dəhşətdir. Mən nə pişirsən? Gəldiyində ağzına yaxacam bu soğanı. Mən nə pişirsən? Çığırtma. Çığırtma yaxşı pişirmirsən sən. Skələt velə, skələt velə. Nazı yemək yaxşı pişirsən ki, güya. Yemə.